dünya birliyi də çox gözəl anlayır ki, dialoqa alternativ yoxdur. Dialoq, danışıqlar, müzakirələr, məsləhətləşmələr, əlbəttə ki, onların çox böyük həm diskussiya potensialı var, digər tərəfdən də onlar əşarları verirlər insanlara ki, ən dolaşıq, ən problemli vəziyyətlərin çıxış yolları tapılsın. Firuz müəllim, həqiqətən də çox böyük bizim fəxarət hissimizi gücləndirən bir hadisəni biz yaşadıq və mən istədim ki, ilk növbədə siz onun geosiyasi tərəfinə toxunasınız. Nəyə görə? Çünki faktiki olaraq, bəli, müəyyən boşluqlar indi dünya birliyi görür öz qarşısında, yəni söhbət hansı boşluqlardan gedir? Köhnə nizam işləmir deyirlər, sonra yeni dünya düzəninə böyük ehtiyac var. Amma onları deməklə onlar həllini tapmır axı. Yəni bu istiqamətdə mənə gəlir ki, əməli işlərlə biz o boşluqları məhz doldurmalıyıq. Nə dərəcədə bax bizim o haqqında danışdığımız üç tərəfli zirvə görüşü bu proseslərə bir yüngüllük, aydınlıq gətirdi. Təşəkkür edirəm. Tofiq müəllim, bura iki müstəvidən yanaşma çox vacibdir. Birincisi, regional olaraq baxsaq, Azərbaycan Vətən Müharibəsi və antiterror tədbirləri ilə işğala, separatizmə, təcavüzə son qoyub və tam yeni müstəvidə bir konfigurasiya formalaşdırıb. Elə bir konfigurasiya ki, bu bölgədə artıq münaqişə yoxdur. Bu bölgədə artıq işğal təcavüz amili yoxdur və bu bölgədə Ermənistan bilirik ki, təbii ki, layihə olaraq ortadadır. Bütövlükdə şər bloku məğlub olub. Digər tərəfdən, dünyanın özündə qütblər arası ziddiyyət getdikcə daha dərinləşib. Artıq qütblər deyəndə biz iki qütb nəzərdə tuturuq. Çox saylı qütblər meydana çıxıb. Orta güclərin əhəmiyyəti artıb. Və belə bir məqamda, belə bir təbii ki, geosiyasi konfigurasiyada atılan hər bir addım bir mənalı şəkildə effektiv və səmərəli olmayacağı halda dövlət üçün müəyyən zərbələrə, zədələrə gətirib çıxara bilər. Nəzərə alaq ki, Azərbaycan prezidenti yaratdığı yeni geosiyasi konfigurasiyada tam mənada üstünlüyə alıb. Yəni, bugün dəfələrlə cəhdlər olmasına baxmayaraq, istər BMT Təhlükəsizlik Şurasının iclasları çərçivəsində belə çox saylı hücumlara baxmayaraq, eyni zamanda beynəlxalq mediada çirkab, böhtan kampaniyasına baxmayaraq, Azərbaycan liderinin mövqeyində hər hansı dəyişiklik, geri addım atılma olmadı. Bu, eyni zamanda dövlətimizin bu bölgədə qərarlaşdırdığı o status quo-ya da aiddir. Yəni, bizim yaratdığımız status quo-da dəyişən heç nə olmadı. Əksinə, Azərbaycan maraqlarını bir mənalı şəkildə irəlilətdi, daha yaxşı günü-gündən təmin etməsi üçün bir şərait, situasiya formalaşdırdı. Digər tərəfdən, məhz Laçınla bağlı bir məqamı deyib, biz bugün parlamentdə də mən onu qeyd etdim. Təqribən 35 ildən artıq bir müddətdir ki, Laçın Cənubi Qafqazda Axilles tabanıdır. Yəni, Laçın bir mənalı şəkildə, necə ki, 90-cı illərin əvvəllərində o dövrki hakimiyyətin xəyanətkarlığı nəticəsində və Laçının satılması, qurban verilməsi nəticəsində onlar hakimiyyətə gəldilər. Laçının verilməsi ilə işğal, təcavüz sözün əsl mənasında vüsət aldı. O, artıq Şuşanın da gələcək taleyi ilə bağlı, bilirsiniz ki, Şuşanın işğaldan azad olunması ilə bağlı bu və ya digər formada Laçın əldən getməsəydi, kifayət qədər ciddi imkanlar yarana bilərdi. Qüvvələr konsolidasiya olsaydı, o eyni zamanda birbaşa Laçının nəzarətimizdən çıxmasaydı, Qarabağın işğalı bu qədər uzana bilməzdi. Bu və ya digər formada çox saylı nəticələr doğurmuşdu. Laçın bu mənada bizim üçün çox həssas idi. Vətən müharibəsi və terror tədbirləri arası dövrdə biz gördük ki, Laçın uğrunda Ermənistanı dəstəkləyən dırnaqarası beynəlxalq ictimaiyyət necə canfəşanlıq edirdi. Yəni, bütün bunların fonunda bugün Azərbaycan lideri NATO-nun əsas quru qoşunları gücü və əsas hərbi gücü, müasir dünyanın əsas qlobal güclərindən biri olan Türkiyə lideri ilə, eyni zamanda nüvə gücü olan Pakistanın lideri ilə Laçından dünyaya bəyanat verməsi bu özlüyündə çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Nəticələrə gəldikdə, bilirsiniz, Azərbaycan konstitusion niyyət olaraq bəyan edib ki, ümumbəşəri dəyərləri rəhbər tutsun və bir mənalı şəkildə sülh, əmin-amanlıq şəraitində dünya dövlətləri ilə yaşasın və bu istiqamətdə əməkdaşlıq etsin. Eyni zamanda Azərbaycan konstitusion formada bəyan edib ki, biz beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibələri rədd edirik. Yəni, Azərbaycanın, Türkiyənin, Pakistanın bugün əgər bu üçlü dövlətdən söhbət gedirsə, onların fəaliyyətlərinin, birgə fəaliyyətlərinin, strateji tərəfdaşlıqlarının bir mənalı şəkildə heç bir ümumbəşəri dəyəri təhdid etmir. Əksinə, bu birlik Cənubi Qafqaz başda olmaqla bütövlükdə regionda sülhün, sabitliyin qarantına çevrilir.
Azərbaycan Vətən müharibəsində, antiterror tədbirlərində qalib gəlməklə yalnız Azərbaycan insanı üçün, yalnız Azərbaycanlılar üçün nəyisə dəyişmədi. Bu həm də bütövlükdə biz bölgənin əsas gücünə çevrilərək bütövlükdə ən azı Cənubi Qafqaz regionunda sülhün, sabitliyin qarantoru rolunu üzərimizə götürdük. Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyində önəmli rol alır. Belə bir məqamda bizim müttəfiqliklərimiz bir mənalı şəkildə ümumbəşəri səylərə xidmət edəcək, ümumbəşəri niyyətlərə xidmət edəcək və nəhayət başqa bir məqamda qeyd etmək istəyirəm, biz indiyə qədər heç bir qonşumuza münasibətdə, heç bir dünyanın digər dövlətinə münasibətdə ərazi iddiaları irəli sürməmişik. Biz bir mənalı şəkildə yalnız dinc əməkdaşlıq mühiti arzulayırıq, hətta 30 il işğalı davam etdirmiş Ermənistanla belə. Bu mənada bizim birliyimiz, Laçından verilən bəyanatlar, bu bir mənalı şəkildə heç bir beynəlxalq subyektə qarşı yönəlməyib. Yalnız və yalnız hansısa beynəlxalq subyekt özü bu bəyanatların qarşısına keçib hədəfə çevrilə bilər. Əgər yenidən işğal, yenidən revanş, yenidən təhdid, bəşəri dəyərlərə təhdid yaradarsa, təbii ki, bu güc onun qarşısında olacaq. Amma digər tərəfdən biz ümumbəşəri dəyərləri hədəfləmişik və hesab edirəm ki, Laçından verilən bəyanat cənab prezidentin dediyi kimi məqsədinə çatdı. Bu prosesdə Bəhruz müəllim, bax, hərbi sənaye kompleksinin, belə deyək də, xüsusi mahiyyəti özünü göstərir və bu sir deyil ki, dünya mediasında da, ekspert birliklərində də əgər hər hansı ölkələr arasında bu sahədə bir yaxınlaşma, işbirliyi qurulursa, ona müxtəlif tərzlə yanaşırlar. Müxtəlif, belə deyək, baxış bucaqlarından fikirlər bildirirlər. İlk növbədə bir çoxlarını, xüsusilə də məsəl üçün vəziyyəti real tərzdə anlaya bilməyənlər deyirlər ki, hə, bu deyəsən kimə qarşısa təhdidlərin hazırlanması deməkdir, bu müharibələrə hazırlıq işləri deməkdir və s. Bayaqları biz qeyd etdik ki, hər üç ölkənin üzərində həm müharibə, təhdidlər kabusu var idi və indi də o bizim kimi var. Amma biz onları necə qarşılamalıyıq? Biz nə deməliyik? Biz o qüvvələr, o dövlətlər ki, bizə təhdid törədirlər və açıq-aşkar düşmənçilik ifadə edirlər. Biz necə davranmalıyıq? Yəni, motivasiya burada nədən gedir söhbət? Motivasiya burada sağlam motivasiyadır. Bizə, əgər siz təhdid törədirsinizsə, bizdən inciməyin, biz sizin cavabınızı verəcəyik. Bunu yəqin ki, belə başa düşmək lazımdır. Tamamilə doğru aspektdən yanaşırsınız. Bilirsiniz ki, Azərbaycan konstitusiyon niyyət olaraq, konstitusiyon şəkildə bəyan edib ki, başqa dövlətlərlə münasibətlərimizi beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qururuq. Və bugünə qədər də biz bu istiqamətləri rəhbər tutmuşuq. Digər tərəfdən bilirsiniz ki, Azərbaycan Vətən müharibəsində də, antiterror tədbirlərində də, xüsusən Vətən müharibəsində kifayət qədər irəliləmək qabiliyyəti və gücündə idi. Amma biz Ermənistanla şərti hesab etdiyimiz sərhədlərə çatdıqda dayandıq. Azərbaycanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur. Azərbaycanın o cümlədən, baxmayaraq ki, Ermənistan bugünkü Azərbaycanın tarixi torpaqlarında yerləşir. Azərbaycanın bunu Ermənistanın keçmiş prezidenti də özünün video yazısında etiraf etmişdi. Bu elə Ermənistanın özünün Cumhuriyyət dövründəki xəritəsində, Fransada çap olan xəritəsində də var. Yəni bu müzakirə və mübahisə mövzusu deyil. Deyil. Belə bir məqamda əgər Azərbaycan irəliləməyibsə, Azərbaycan Ermənistan ərazilərini, özünün qədim tarixi ərazilərini Vətən müharibəsində geri qaytarmadısa, bu deməkdir ki, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır. Və beynəlxalq hüquqa hörmətlə yanaşan bir dövləti heç kim bir mənalı şəkildə heç bir təcavüz haqqında və s. günahlandıra bilməz. Ermənistana baxaq. Ermənistan 30 il ərzində işğal və təcavüz siyasəti həyata keçirib. Azərbaycan ərazilərinin 20%-ni işğalda saxlayıb. Azərbaycan ərazilərində qondarma bir rejim formalaşdırıb. Və BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri də daxil Fransanın timsalında Ermənistanın işğal və təcavüz siyasətini nəinki göz yumublar, əksinə dəstəkləyiblər. İndi baxaq, Azərbaycan özü öz gücü hesabına və bir sıra qardaş dövlətlərin yalnız siyasi və mənəvi dəstəyi hesabına torpaqları Müzəffər Ali Başkomandanın rəhbərliyində azad etdi. Belə bir məqamda Azərbaycan nədə günahlandırıla bilər? Azərbaycan bir mənalı şəkildə əgər Qarabağa, Şərqi Zəngəzura əhali köçürürsə, onun təhlükəsizliyini təmin etməlidir. İkincisi, ötən dövrün təcrübəsi deyir ki, və Ermənistanın bugünkü hakimiyyəti də, Ermənistanın bugünkü cəmiyyəti də cənab prezidentin dediyi kimi aktiv və pasiv revanşistlərdir. Belə bir məqamda biz silahlanmalıyıq və silahlanmaq bizim ən az ötən dövrün təcrübəsinə əsasən bir mənalı haqqımızdır. Yaxşı, Ermənistan kimdən qorunur? Azərbaycan əgər Vətən müharibəsi dövründə irəliləmədisə, Azərbaycan əgər bugün Ermənistana bir mənalı ərazi iddiası yoxdursa
Ermənistan kimə qarşı silahlanır? Və üstəlik, Ermənistan müdafiə yox, hücum silahları ilə silahlandırılır. Bu o deməkdir ki, erməni cəmiyyətinin revanşist ruhu ölmədən, erməni cəmiyyəti hələ də işğalla tam barışmadan onu yenidən münaqişəyə sövq etmək istəyirlər. Və Ermənistan cəmiyyəti də çox təəssüflər olsun ki, bu revanşist hisslərlə yaşayır. Sadəcə onlar indi qorxu bürüyüb, sadəcə onlar qorxularından irəliləmirlər. Potensialını bilirlər bu mənada. Amma məqam gözləyirlər. Məqam gözləyən bir nə qədər acınacaqlı da olsa, biz yalnız dövlət üzərində dayanmırıq. Məqam gözləyən bir cəmiyyətə qarşı təbii ki, Azərbaycan özünü müdafiə etməlidir. BMT nizamnaməsinin 51-ci maddəsi tam mənada bizə özümüzü müdafiə etmək haqqı buyurur. Ötən dövr ərzində mən bir daha deyirəm, biz Ermənistandan xoş qonşuluq münasibətləri görməmişik. Ermənistan hətta o qədər alidə olmuşdur ki, Böyük Ermənistan ideyasına. Elə biraz əvvəl sizin dediyiniz kimi, Azərbaycanın təklif etdiyi layihələri, hansı ki, özünün qazanacağı layihələrdən imtina edirdi. Enerji resurslarının oradan nəqlinə imkan vermirdi. Öz xeyrindən imtina edirdi. Baxın, indi fərqli bir şey yoxdur. İndi də həmin təfəkkür, təəssüflər olsun davam edir. Bugün də Ermənistan ona verilən o həyat ağacına, o budağını Zəngəzur dəhlizindən imtina etmək istəyir. Bu Ermənistan üçün nəfəslikdir. Bu Ermənistanın bugün dünyaya çıxacaq yeganə qapısıdır. Bəli. Ermənistan Gürcüstan üzərindən heç nəyi realizə edə bilmir. Onun açıq deyək, nə tam mənada effektiv deyil, nə tam mənada mövcud potensiala uyğun deyil o yollar, o infrastruktur. İran üzərindən də bəllidir. İranın özü sanksiyalar altındadır. Rusiya üzərindən də bəllidir. Bu da sanksiyalar altındadır. Belə bir məqamda Ermənistan əgər yenə də Zəngəzur dəhlizi qarşısında əngəl kimi çıxış etməyə cəhd göstərirsə, deməli, Kaçaryan təfəkkürü sadəcə indi gizli formada davam edir. Bax, budur narahatlıq doğuran. Azərbaycan bugün Türkiyə, Pakistan bütün sahələrdə o cümlədən hərbi sahədə, müdafiə sənayesi sahəsində kifayət qədər ciddi əməkdaşlığa malikdirlər. Bu əməkdaşlıq, bayaq da dedim, indi də deyirəm, bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib. Amma bizim artan gücümüz, bizim imkanlarımız bizə o şəraiti yaradır ki, regionda sabitliyi pozmağa, regionda Azərbaycan xalqına, Azərbaycan dövlətinin mənafələrinə qarşı atılacaq istənilən addımı elə beynəlxalq hüququ, BMT nizamnaməsini rəhbər tutaraq dəf edək. Qısa bir Məhdi müəllimin fikrinə mən dəstək vermək istəyirəm. Həqiqətən də bugün Ermənistanda cəmiyyətdə o revanşist niyyət olmasa, heç bir hakimiyyət revanşist ideyaları davam etdirə bilməz və bu mənada tamamilə sizə qatılıram.